Varlığın izahının üç növü var. Logos, pafos, etos. Yəni etika varlığı məzmunca, logos məntiqcə, pafos formaca izah edir. Dini mətnlər üçün logos, məntiq vacib deyil. Elmi mətnlər üçün etos, etika əhəmiyyətsizdir. Fəlsəfi mətnlər üçün logos və pafos, məntiq və forma önəmli deyil. Varlığı izah etmək üçün hər üç istiqaməti özündə birləşdirən mətnlər ədəbi mətnlərdir. Peşəkar roman varlığı izah etmək üçün həm etosa, həm logosa, həm pafosa ehtiyac duyur. Yalnız sənətdə, ədəbiyyatda varlıq özünün şaqqalanmamış, yarımçıq olmayan mükəmməl izahı ilə göstərə bilmək şansına sahibdir. Heidegger deyirdi ki, varlıq var olanın varlığıdır. Nietzsche varlığı bir bütün olaraq qəbul edir və bu bütünün hətta məhşərdə də ayrılmaz olduğunu irəli sürdü. Nietzsche'nin varlıq fəlsəfəsində insanla çuğundurun heç bir fərqi yoxdur. İnsanın alnına nə yazılıbsa, eynisi çuğundurun da qabığına yazılır və insanın özü haqqında düşündüyü hər şey olduğu kimi çuğundura da aiddir. Dindən və fəlsəfədən fərqli olaraq sənət insanla yanaşı çuğundurun da söz haqqını tanıyır. Çuğundur yalnız sənətdə, ədəbiyyatda insanla bərabər hüquqlu mövqedən çıxış edə bilər. Nağıl, hekayə, cizgi filmi qəhrəmanı ola, hətta insanın özünə demək istəmədiklərini ona deyə bilər. Sənət bütün varlığın danışan dilidir. Dində danışan yalnız Tanrıdır. Fəlsəfədə yalnız filosofun danışma haqqı var. Sənətdə isə bütün külli aləm danışır. Sənət vəhdəti vücudun dilidir. Din və fəlsəfə varlığı iki qütbə ayırır. Gerçək varlıq və ideal varlıq. Gerçək varlıq varlığın özüdür, ideal varlıq onun beynimizdə yaratdığımız alternativi, imitasiyası. Din və fəlsəfə bu iki varlıq qütbü arasında sərt, bəzən keçilməz sərhədlər qoyur. Sənət və ədəbiyyat isə biri gerçək, o biri utopik olan bu iki aləm arasında yollar, körpülər çəkir. Hətta bəzən bu aləmləri bir-biri ilə o qədər içsəlləşdirir ki, hansının gerçək, hansının ideal olduğunu anlamaq mümkünsüz olur. Sənət bu mənada dinlə fəlsəfənin, elmlə dinin sülh bağladığı xudafərin körpüsüdür. Ayrı-ayrılıqda bir-birinə düşmən olan varlığın təmsilçilərini yalnız sənətdə qol-boyun gəzən yerdə görmək mümkündür. Sənət varlığın neytral zonasıdır.